Sabirabad rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın poliklinika şöbəsinin müdiri və həkim məsləhət komissiyasının üzvü olmuş Əli Şirəliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş prokurorluqdan verilən xəbərə görə ibtidai istintaqla Əli Şirəliyevin sözü gedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədi ilə onlar barədə təbibin e-tabib elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Əli Şirəliyevə Cinayət Məcəlləsinin 308.2 ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.2, 311.3.3 təkrarən və külli miqdarda rüşvət alma və 313-cü vəzifə saxtakarlığı, Qabil Quliyev və İntiqam Kərimova isə həmin məcəllənin 178.1, dələduzluq 32.5, 308.2, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə, 32.5, 311.3.2, 311.3.3, təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə və 32.5, 313-cü vəzifə saxtakarlığına kömək etmə maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.